tanıdan ona verilən nəcabətdir, yoxsa onun təbiəti? Vəzir deyir, şah sağ olsun. Əsas insanın təbiətidir. Deyirsən, deyir, diqqətlə eşit məni. Aton atamla dost olub və mənim atam sənin atovu vəzir eləyib yanında. Sonra oxutduranda məni də səninlə bir yerdə göndərdilər oxumağa, təhsil almağa. Atam dünyasını dəyişəndə mənə vəsiyyət etdi ki, bu kişi mənim dostum idi. Bunun oğlunu özünə vəzir elə. İndi mənə de görüm, insanı tanıdan ona verilən nəcabətdir, yoxsa təbiətidir. Deyir, şah sağ olsun, təbiətidir. Padşah qəzəblənir, deyir, salın bunu zindana, mən 40 günlük səfərə gedirəm. Səfərdən gələndən sonra təzədən mən bu sualı bu kişiyə verəcəyəm. Gedəndə deyir ki, pişiyi də bunu kimi öyrədin. Necə mən vəzirə demişdim, o cürdə pişiyi öyrədin və çıxır gedir. 40 gündən sonra padşah gəlir, oturur, əshabələr, yaltaqlar yığışıb otururlar hamısı. Padşah yuxarı baxanda hamı yuxarı baxır. Padşah gülümsəyəndə hamı qaqqıldayır, gülür. Padşah qəzəblənəndə hamısı başını aşağı salır, oturublar. Deyir, çağırın vəziri gəlsin. Vəziri zindandan gətirirlər, bütün saqqalını bit basıb, palı paltarı nə vəziyyətdə. Deyir, keçdir orada. Vəzir də keçir durur. Deyir, indi pişiyi çağırın. Pişik gəlir qızıl libasda, qızıl hər şeydə, nə bilim, başında, boyunbağı. Gəlir, durur padşahın yanında, bir ona rukud eləyir, sonra da səcdə eləyib, keçir oturur ayağının altında. Padşah deyir, gördüyün vəzir, lazım olsa mən pişiyi də səni kimi öyrədərəm. Öyrədərəm. Vəzir isə vaxt itirmirmiş. Zindanda oturub düşünürmüş ki, necə cavab verəcək. Əlin salır cibinə, zindandan bir sıçan, mışqa tutub, qoyub cibinə zindanda. Doludur da zindan mışqa ilə. Çıxardır cibindən belə atır. Atan kimi pişik bunu görür. Qızıl bir tərəfə, boyunbağı bir tərəfə, libas bir tərəfə. Sıçan orada, pişik burada tutur, başlayır belə-belə oynatmağa, gətirir, qoyur ortaya. Vəzir deyir, şah sağ olsun. Bax, bu onun təbiətidir. Sən ona bilik versən də, sən ona təhsil, bilik, öyrətsən də, nələr versən, məqamı çatanda öz təbiətini göstərəcək.